bütün dünyada yaşayan Azərbaycanlılar, çox milyonlu saylı Azərbaycanlılar bizim jurnalı, sayt vasitəsilə belə biz göndəririk onlara jurnallarımızı, dərgimizi və onlar alıb bizə çox minnətdarlıq bildirirlər. Ona görə ki, biz milli xüsusiyyətləri jurnalda göstəririk, adət-ənənələrimizi göstəririk, gənclərimizi göstəririk, uşaqlarımızı göstəririk, ağsaqqallarımızı göstəririk. Göstəririk bu 44 günlük müharibəni nəticələrini, bizim prezidentin bu böyük gördüyü işi, bu haqq yolunda milləti birləşdirən faktorları göstəririk. Jurnalın çox rubrikaları var və biz çalışırıq onları hər nömrədə işıqlandıraq, göstəririk. Sonra bizdə bir də belə maraqlı bir tema var. Yəni biz o dünya Azərbaycanlılarla birləşirik. İndi bizim ondan da böyük lozungumuz var. Dünyada yaşayan Türklər birləşirik. Biz Türk dünyasını çox hər tərəfli əhatə almışıq. Yəni Qazaxıstan götürək, Özbəkistan, Türkmenistan. Mənim çox gözəl münasibətim Rusiyanla da, Ukraynayla da, bütün harada bizim soydaşlarımız yaşayır, mən orada aktiv bütün işlərimizi göstərirəm və onlardan məlumatı Azərbaycana götürürəm. Sonra mənə hər dəfə deyirlər ki, Eldar müəllim, siz deputat da olmasınız, ancaq bütün Azərbaycanlıların, dünya Azərbaycanlıların elçisisiniz, siz bizim fikirlərimizi çatdırırsınız. Mən buna tam razı deyirəm, ona görə ki, hər kəsin öz səlahiyyəti var. Mənim əsas səlahiyyətim məlumatı göndərmək, bu prosesləri işıqlandırmaq və onunla bağlı çox böyük nailiyyətlərimiz var bizim. Əsas bir də bu iş belə gedir ki, bizim regionlarla da bağlı. Bugün mən Naxçıvandayam, öz fikirlərimi çatdırmaq istəyirəm. Mərdlər diyarı Naxçıvandayam. Və bunun da əsas səbəbi vardı gəlişinizin? Mən 12 il bundan qabaq Naxçıvanda olmuşam və bir dərgi buraxdım. O dərginin adı da Mərdlər diyarı idi. İndi onun ikinci hissəsini mən bu günləri Naxçıvanın küçələrindən, kətlərindən, rayonlarından gezəndə mən görürüm, çox böyük dəyişikliklər var. Axırıncı bu 2-3 ildə belə inanmaq da olmur ki, bu cür uğurlar, bu cür görülən işlər bu qısa vaxtda görülüb. Əsas Naxçıvan böyük sərvəti onun insanlarıdır. Bəli. Mən Naxçıvan xalqını çox istəyirəm. Naxçıvanın abidələrdir, tarixini, qədim diyardır. Çox adam fikirləşir ki, Naxçıvan belə, necə deyərlər, belə avtonomdur. O Sovetin vaxtında deyirlər ki, respublika. Mən heç vaxt onu hiss eləməmişəm. Naxçıvan Azərbaycanın ayrılmaz gözəl bir hissəsidir. Bəli. Ondan da böyük bir fikrim var mənim. Əgər bir gün deyirlər ki, Türk dünyasının bu günləri əsas mərkəzi, əsas mərkəzi Türk dünyasının ölkələrinin adı çəkilir. Ancaq mən hesab edirəm ki, Türk dünyasının bu gün əsas ölkəsi Azərbaycandır. Azərbaycan çırpınan, gözəl Türk dünyasının ürəyidir və burada bir dənə də məştrixim var. Naxçıvan onun böyük aortasıdır. Yəni Naxçıvan bütün bu proseslərdə əgər iştirak eləməsə, Türk dünyasının o birliyi olmayacaq. Mən belə hiss edirəm, onu belə səhv edirəm. Ancaq Naxçıvan doğrudan da Azərbaycanın fəxridir. Mən söz tapı bilmirəm, ona görə ki, çətinlik çəkirəm, tərifdən uzağam mən. Ancaq insanlarla ünsiyyətdə olanda mən görürəm ki, Naxçıvan qat-qat
seçilir başqa Azərbaycanın güşələrinə. Burada çox mehribançılıq var. Və jurnalın növbəti sayı Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunacaq. Elə çox az bir müddət qalıbdı. Bu ideya bizdə başlanıb aprel ayından biz materialları toplayırdıq. İmkan olmurdu gəlməyə Naxçıvana. Ona görə bizim başqa layihələrimizi qutara bilmirdik. Onun da səbəbi var idi. Bilirsiniz ki, jurnal buraxmaq çox çətindir. Bəli. Pakistana bir nömrə əsr elədim mən. Bizim dost ölkəmiz. İstəyirəm tamaşaçılarımıza da göstərim mən. İngilis dilində. Bəli, haqqınızda danışdığımız albomu. Bu beynəlxalq proyektdir. Beynəlxalq proyektdir. Biz bunu Azərbaycanda bizim Pakistan səfirliyi ilə birgə layihədir. Sonra biz bir mədəniyyətə həsr elədik. Böyük şəxsiyyət Azərbaycan xalq artisti Məmməd Safaya həsr elədik. Digər jurnalımızda istəyirəm tamaşaçılarımıza göstərim. Bəli. Ondan qabaq biz bir layihə, hər ay bizdə jurnal çıxır. Bu ardıcıllıqla biz göstəririk ki, Azərbaycan nə qədər böyükdür, nə qədər gözəldir. Zəngindir. Bəli. Bilirsiniz, Pakistanın nömrəsini həsr eləyəndən sonra çox böyük ajotaj oldu. Xüsusi buraxılışlar indi biz hazırlaşırıq. Jurnal da yubileyə yaxınlaşır. Bəli, 25 yaşı tamam olur. 25 yaşı tamam olur. Və biz qərara gəldik ki, beynəlxalq proyektləri hələ saxlayaq. Biz Naxçıvana həsr eləyik. Naxçıvanımızın 100 illiyinə. 100 illiyi ilə bağlı 100 səhifə jurnal olacaq, qızıl olacaq bunun üz qabığı və əsas bu 25 illik bizə həsr olunur. Həm də bizim Naxçıvanımıza. Həm jurnalın yubileyidir bu il, həm də birləşdirdim də. Respublikamızın. Bu iki qanaddır. Azərbaycan Dünyası və Dədə Qorqud Fondu. Bu iki qanaddır. Çox layihələr görmüşəm mən. Jurnallar görmüşəm, cürbəcür mətbuatla bağlı proyektlər görmüşəm. Ancaq bizim proyekti Allah kömək eləyir. Bizə qanadlı proyekt verib. Davamlı olur. Davamlı. Yəni bir tərəfi fonddur, Dədə Qorqud Vakfı, bir tərəfdə də Azərbaycan Dünyası jurnalı. Və Dədə Qorqud Milli Fondunun təsis etdiyi ordenlər vardı. Hal-hazırda bir neçəsi nümunə olaraq bizim studiyamızdadır. Belə bir sual ünvanlamaq istəyirəm ki, Eldar müəllim, bu ordenlər kimlərə verilir ən çox? Bu ictimai mükafatlardır. Yəni biz bunu ictimaiyyətin adından veririk. Bu yaxınlarda bir il yarımından qabaq mən Türkmenistanın prezidenti Qurbanqulu Berdimuhamedov Ulu Türk ordenini təqdim elədi. Mən Aşxabada uçdum. Aşxabadda böyük forum oldu. Orada 3000 zalda insan oturmuşdu. Mən o videoda var, ona baxa bilərsiniz. Mən ona o ordeni təqdim elədim. Və əsas mükafat da o Ulu Türk'dən başqa sülh naminə Dədə Qorqud mükafatı. Dədə Qorqud böyük simvoldur. Çox vaxtı mən çox insanlarla ünsiyyətdə oluram. Yazıçılarla, siyasətçilərlə, xaricdə görüşlərim olur. Bilirsiniz ki, Dədə Qorqud Oğuz olub. Bizim götürək qardaş ölkə Qazaxstanda Nursultan Nazarbayev mənə bir dəfə belə baxdım, işlədim, mən o şəxsiyyətlə görüşdüm. Dedi ki, Ruscan dedi mənə ki, Dədə Qorqud ata, это наш, bizimdir. Dedim, fikirləşdim, bu cür insan, prezidentdir bu. Mən ona nə deyim? Dedi, bəli, mən bilirəm süzündür. Ona görə süz də bizimsiniz. Başa düşürsünüz? Qucaqladı, öpdü məni, dedi, sən niyə yaxşı cavab verdin mənə? Dedim, bir var ki, Dədə Qorqud 50 milyon bir xalqın olsun. İstəyir Azərbaycan, istəyir götürək Üzbekistan, istəyir Qazaxstan, başqa türk dilli dövlətləri. Bir də var ki, 500 milyon türkün bu simvol olsun. Bəli. Bu simvolda mən sizə Lalə xanım göstərim. Bu mükafatdır.
göstəri bilərsiniz. Bəli, biz tamaşaçılarımıza da göstərək. Dədə Qorqud, yəni o titandan düzəlib, onun üzü ya da apelin yox, qızıldan örtülüb və o bu 25 ildə bir 100-ə yaxın biz o mükafatı təqdim eləmişik. Və cürbəcür ölkələrdə, Moldaviyada, Ukraynada, Rusiyada, Türkiyədə, qardaş Türkiyəmizdə, Qazaxstanda, Türkmenistanda sayı hesabı yoxdur. Mən özüm hərdən bir təcrübə edirəm ki, mən bunları necə çatdırıram. İnandırım sən, böyük geografiyadır bu. Bu il bizim yubileyimizdir. Mənim yubileyi biz Dərbətdə bizim orada özəyimiz var, bizim orada nümayəndəliyimiz var, Qazaxstanda var, İstanbul'da var, Ankara'da var, Şvetsiyada var, İsveç'te var. Bizim İsveç'te çok güçlü diaspora var. O diasporanın nümayəndələri seçimlə öz aralarında bir nəfər, hansı ki Azərbaycan dünyasına ünsiyyətdədir. Materiallar göndər. Yəni biz bu 25 ildə çox böyük bir işin sahibi olmuşuq. Onu da ötesindən gəlmək üçün insanlar iştirak edir. Özü çoxsu o nə pula, nə o... Birlik şəklində jurnalda iş görülübdür və həmin jurnalda biz bilirik ki, ziyalılar, ictimai xadimlər, akademiklər çalışırlar. Bəli. Birlik şəkildə, yumruq şəkildə bir çalışmışsınız ki, 25 il az bir müddət deyil, bu qədər uzun müddətdə siz yenidən birlikdə çalışırsınız və düşünürəm ki, jurnalın neçə yubileylərini qeyd edəcəksiniz. 140 nömrə çıxıb. Az deyil və böyük bir uğurdur düşünürəm ki. Təbii ki, 25 il az bir müddət deyil. 25 il, bilirsiniz, mən gələ təkrar edirəm. Belə ağır günlər olub ki, biz 2 ay, 3 ay yığışı bilməmişik. Hadisələr olub, bu koronavirus olub, müharibə olub, çox məsələ. Sonra mən çox vaxtı xaricə gedirəm. Mən Azərbaycanda az oluram. Ona görə işim diasporadır. Mən diasporayla işləyirəm. Bir Borcalıda bizim diaspora yoxdur. Ona görə o bizim ərazi, o bizim qədbi torpaqlarımızdır. Bir Dağıstanda yoxdur. Ona görə orada bizim Dərbənd şəhəri bizimdir. Bilirsiniz? Və başqa regionları mən daha demək istəmirəm. Siz bilirsiniz, böyük Azərbaycan olub. Mən bir arzum var ki, yaşayayım, yaradıb və Allah qoysa inşallah Naxçıvana əsr elədiyim jurnalla yenidən qonağımız olacaqsınız. 100 səhifələ qızıl maketdə götürüb burada onu təqdimatını eləyim. Yenidən çox yaxın bir zamanda Eldar İsmailov yenidən Naxçıvanımıza gələcəkdir və studiyamızın qonağı olacaqdır. Artıq sözünü də verdi efirimizdə. Və elə az öncə də qeyd etdiyim kimi ordenlərdən biz danışdıq. Ordenlər daha çox kimlərə verilir, kimlər təltif olunur həmin ordenlərlə? Lalə xanım, mən istəyərdim bu mükafatlar barəsində danışam. Bizim fondumuz və Azərbaycan dünyası biz giraldikana məşğuluq. Yəni bu medal, ordenlər, döş nişanlarını hazır edirik. Bizim onunla bağlı çox böyük təcrübəmiz var. Analoqu olmayan bizim fabrikada var, harada istehsal edirlər bunları. Bu mükafatlar hamısı tematikası vətənpərvərlikdir. Bəli. Tariximizdir. Ən böyük mükafat bizdə Dədə Qorquddur. Vətən evladı, o qəhrəmanlara, şəhidlərimizə, dünyasını dəyişən, vətən uğrunda vuruşanlara və vətənə qulluq eləyən, dəridən qanını, canını, hər şeyini verən insanlara, yəni onlar azdır, onu verir. Qızıl ürək, altın ürək, bu xaricdə yaşayan Azərbaycanlılara veririk. Vətən evladı da veririk xaricdə yaşayan. Əsas biz veririk o insanlara, ürəkləri, qanı təmizdir. Bilirsiniz, qədmidə bizim nənələrimiz deyərdi, qanı acı adam, qanı şirin adam. Qan, mən gimatoloq deyirəm, ancaq mən bilirəm ki, insanın ən böyük sərvəti onun qanıdır. Yəni orqanı, qandır. Qan təmiz olmalıdır. Bizim Azərbaycan xalqının da qanı çox gözəldir, şirindir. Onu qoruyub saxlamaq lazım. Qanı qarışdırmayaq biz. Sonra orada gəlir Əzi Aslanov, o biz hərbiçilərə veririk. Albert Agaronovun ordeni veririk. O bizim Yahudi, bizim necə deyərlər, vətənimizin bir övladıdır. Yahudidir, ancaq vətənə uğrunda həlak oldu. Biz
bu bizim veteranlar üçün döş nişanı eləmişik. Biz onlara paylayırıq ki, onlar da hiss eləsələr ki, onları ictimaiyyət də qiymətləndirir. Bizim mükafatımız Studiyamızda nümunələrini görə bilirik hal-hazırda. Əziz Əliyev, görkəmli ictimai xadim. Yəni bizim mükafatlarımız hamısı simvolu var. Hələ belə mükafat deyil. Ulu Türk mükafatı. Biz 2 nəfərə vermişik. Birinci Berdimuhamedova vermişik. Bir də Bedrettin Dalana mən o mükafatı verdim. Hansı ki, Xocalı uşaqlarını 9 yaşından ta ki 14 yaşından apardı. 30 nəfəri İstanbulda oxutturdu, evləndirdi, oxutturdu və onları Ağgüdə çıxartdı. Yəni budur Ulu Türk. Türk həmişə böyük olmalıdır. Və mən istəyərdim öz adımdan, bizim kollektivimizin adından, siz məni dəvət elədiniz bu günləri televiziyaya. Lalə xanım, mən minnətdaram. Jurnalın da adı gedəcək, biz demişəm, mən bir də demək istəyirəm. Mərdlər Diyarı Naxçıvan, qızıl hərflərlə yazılacaq. Mən bu jurnalı həsr edəcəm Naxçıvana və özümə də bir hədiyyə edəcəm 25 illik, jurnalın 25 illiyinə ki, bugün mən bu layihənin üstündə işləyirəm və özümdən razıyam və gələcəkdə də işləyəcəm. Bu yaxınlarda jurnal işığınızı görəcəkdir və siz... Yaxın bir 20 gündə. Yenidən Naxçıvanımıza gələcəksiniz, studiyamıza gələcəksiniz. Çox xoş oldu. Sağ olun. Təşəkkür edirəm. Uğurlar arzu edirəm, minnətdarım sizə yenidən görüşəcəyik inşallah. Sağ olun. Bəli, hörmətli tamaşaçılarımız.